Salam əziz izləyicilər. Mən Gülnar, Azərbaycan dili müəllimiyəm. Dilimizdə elə sözlər var ki, onlar həm çox mənalı xüsusiyyətinə, həm də amonimli xüsusiyyətinə malikdir. Bugünkü videomuzda həm çox mənalı, həm də amonim ola bilən sözlərdən danışacağıq. Bugün sizin üçün 4 söz yazmışam. Təbii ki, bu sözlərin sayı çoxdur. Əgər videonu bəyənsəniz və bu sözlərin davamını öyrənmək istəsəniz, rəy bölməsində qeyd edərsiniz. Mən bu videonun ikinci hissəsində sizinlə bölüşərəm. Birinci sözümüz qaş sözüdür. Qaş sözünün amonimliyi, əvvəlcə uşaqlara bunu verəndə birinci cavabları bu olur ki, insanın qaşı üzüyün qaşı. Çox mənalılıq üçün deyirlər. Deyirəm ki, qaş sözünün çox mənalığı nədir? Deyirlər ki, insanın qaşı üzüyün qaşı. Xeyr, insanın qaşı və üzüyün qaşı bir-biri ilə çox mənalı ola bilməz. Çünki bu mənalar arasında yaxınlıq yoxdur. Çox mənalı olması üçün hər hansı bir xüsusiyyət köçürülməlidir, məcazilik olmalıdır orada. Amma üzüyün qaşı məcazi deyil, ona görə o amonimlidir. Deməli, insanın qaşı, üzüyün qaşı, bir dənə məna deyirəm sizə, axşam şər. Axşam şər mənasını verdikdə amonim olacaq. Qaş sözünün 3 cür amonimliyi var. İndi mən burada yazmıram, siz istədiyiniz zaman videonu dayandıra bilərsiniz və bunları dəftərinizə qeyd edə bilərsiniz. Yazsam, yəni lövhəni dolduracağım. Ona görə də şifa şəkli deyirəm. İnsanın qaşı, yəni gözün üzərində olan bu qövsvari hissə, üzüyün qaşı və axşam şər mənaları bu sözün amonimliyidir. Bəs bu sözün çox mənalılığı nədir? Yəni məcazi mənası nədir? Yəhərin qaşı. Yaxşı, bəs yəqin ki, yəhər sözünün mənasını bilirsiniz, bilmirsinizsə də indi öyrənirik. Atın üzərinə, çaşın maşının üzərinə deyəcəkdim. Atın üzərinə qoyulan, oturmaq üçün olan bir belində vasitədə əşyadır. O qaşın formasında olduğu üçün ona da yəhərin qaşı deyirlər. Həqiqətən qaşı falan yoxdur, yəni bu məcazidir. Sadəcə o forma köçürülmüşdür orada. Ona görə də bu çox mənalı söz hesab olunacaq. Növbəti sözümüz dil sözüdür. Dil sözünün amonimliyi insanın dili, yəni əzəlli orqanımız və bir də ünsiyyət vasitəsi olan dil. Bu oldu amonimli. Məcazi məna isə pianinanın dili, pianino musiqi aləti, onun ağ və qara dilləri var. O həqiqətən dil deyil ki, dilin həqiqi mənası bu insan dilidir. O olacaq artıq məcazi məna, çox mənalılıq. Deməli, bir daha deyirəm, dil sözünün amonimliyi insanın dili, yəni əzəlli orqanımız, bir də var ki, ünsiyyət vasitəsi olan dil. Amma bunun çox mənalılığını desək, pianinanın dili demiş olacaq. Yol sözü, yol sözünün amonimliyini desək, bir var yol, getdiyimiz yol, magistral yol, dərə-təpə yol. Dərə-təpə yollarla gəldiyim üçün ağlıma birinci bu gəldi. Bir də var ki, didişdirmək, yolmaq, saçını başını yolmaq, didişdirmək, o mənada olacaq amonimli. Bunun çox mənalığı isə, məcazi mənası isə insanın uğur yolu, həyat yolu. Bu məcazi mənadır da. Həqiqətən də normal getdiyimiz avtobus yolu, maşın yolu falan deyil ki, həyat yolu, uğur yolu dediyimiz zaman məcazi məna olacaq. Və dördüncü sözümüz dolu sözüdür. Dolu sözünün amonimliyi bir var ki, ağzı boş olmayan, məsələn, dolu verir, ağzına qədər doludur, yəni boş deyil. Bir də var ki, yağıntı növü. Məsələn, yağış var, qar var, dolu dolulardan biridir, buz şəklində olur, yağıntı növüdür. Bu olacaq bunun amonimliyi. Məcazi mənalı, yəni çox mənalılığı isə, məsələn, ürəyi sözlə dolu. Ürəyim sözlə dolu daşımayacaq ki, nədir, söz nədir, su zaddır, ürəyim nətər də olsun oyna. Bu olacaq artıq onun məcazi mənası. Demək, dolu sözünün məcazi mənasını soruşduqda, çox mənalı soruşduqda ürəyi sözlə dolu deyə bilərsiniz. 4 sözümüzü izah elədim. Ümid edirəm ki, video faydalı oldu. Faydalı olsa kanalımıza abunə olmağı, videomuzu bəyənib şərh yazmağı unutmayın.